Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər kəsin keyfi əhvalı yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Bu videonu artıq 5 gün olar çəkmişəm, amma heç cür editləyib bitirə bilmirdim. Çəkmək asandır, amma üzərinə səs yazıb danışmaq vaxt apardığı üçün gecikmələr ola bilir. Videoya keçməmişdən əvvəl statistikaya baxanda görərik ki, izləyicilərin çoxusu abunə olmayanlardır. Ona görə də sizin üçün kiçik bir toxunuş, mənim üçün isə böyük bir motivasiya olan abunə ol düyməsinə basaraq mənə dəstək olmağı unutmayın. Onsuz da izləyirsiniz, heç olmasa abunə olub zəng düyməsini aktiv edin ki, yeni videolardan xəbərdar olasınız. İndi isə keçək videomuza. Artıq shorts paylaşarkən izləyicilər dilə gəlmişdi ki, yeni il atmosferindən çıxın. Dedim yeni il dekorlarını da yığım. Əslində o şərhlər gələndə mən artıq hamısını yığmışdım, amma videolar gec yansıdığı üçün bezənlər olmuşdu. Mən amma sevirəm yeni il atmosferini, dekorlarını. Ümumiyyətlə evimi bəzəməyi çox sevirəm. Təzəlikcə Temudan sevgililər gününə özəl dekorlar da almışam. Burada da limonlu yastıqları yerləşdirdim. Birinci yastıqları taxdım. Gördüm ki, ütüsüzdür və pis görsənir. Aparıb tez tülüyüb gətirdim və təzədən yastıqları taxıram. Bunları da Temudan almışdım. Şəklini və kodunu da yerləşdirəcəm. Elə onu deyirdim ki, Temudan sevgililər gününə özəl dekorlar almışam. Kimisinə bədxərclik kimi gələ bilər, amma onu da göz önünə gətirin ki, bu mənim işimin bir parçasıdır. Nə qədər də vlog çəkməyi hobbi kimi görsəm də, bu cür dəyişikliklər etməliyəm ki, izləyicilər də maraqlı olsun. İndi də Temudan ürəkli yastıq, üzü, runner kimi ev əşyaları almışam. Şəkilləri də əlavə edəcəm, baxarsınız. Çox şirindilər. Səhər topluluqda post paylaşmışdım qızlar. Suallarınızı cavablayacağımı bildirmişdim. Sizlər də çox maraqlı suallar vermişdiniz. Hər birinizə təşəkkür edirəm diqqətinizə görə. Gəlin elə başlayaq İlahə xanımın sualından. İlk YouTube'a başlayanda sizə necə reaksiya verdilər? Evdən nə dedilər? Heç narazı olan oldumu, yoxsa hamı sizə dəstək oldu deyə bir sual verir İlahə xanım. Əlbəttə ki, hamı dəstək olmadı ilk başda, amma yoldaşım icazə verdi. Yəni onun icazəsi olmasaydı paylaşım etməzdim. O da bir video çəkmişdim. Resept videosu idi. Səhv eləmirəmsə puding hazırlamışdım və onu çəkdim, editlədim. Sonra ona göstərəndə dedi ki, hə, paylaş, amma şərtlərimiz var idi əlbəttə ki, heç bir şəkildə üzün düşməyəcək, səsin eşidilməyəcək. Bəli qızlar, ilk videolarımda mən alt yazı ilə paylaşım edirdim. Və şərtlərdən biri də o idi ki, heç bir şəxsi məlumatı paylaşmayacaqsan. Əlbəttə ki, razılaşdım. Nə də olsa artıq bu belə mənim üçün böyük bir şey idi ki, heç bir sosial media istifadə eləməyən mən artıq bir kanalım olacaqdı və orada reseptlər, sunumlar kimi bu tərzdə estetik paylaşımlar edəcəkdim. Təzə-təzə hər kəs tərəfindən xoş qarşılanmadı, lağ edənlər, hə, blogerlik edəcəksən deyə zarafat etdiyini düşünənlər oldu. Bəs də süfrəni çəkirsən, bəs də hər aldığını çəkirsən falan filan. Yəni bu cür sözlər çox eşitdim. Amma ki, çox sevirdim də çəkiliş eləməyi, paylaşmağı nəysə. Ona görə də heç bir mənə o qədər də təsir eləmirdi. Əlbəttə yoldaşımın dəstəyi də böyük idi. Heç vaxt qarışmadı. Şərtlərimiz var idi deyə, o şərtlərə əməl etdikcə baş və qat özün üçün paylaş deyirdi. Heç kimə fikir vermə. Mən sənə icazə vermişəm və sonra artıq kanal böyüdü. Hətta problemlər olurdu kanallarımla bağlı. Tez-tez bağlanırdı kanallarım. Bu barədə əvvəlki videolarımda danışmışam deyə yenə açmayacağam bu mövzunu, amma kanal baxımından üzüm gülmürdü. Daha sonra artıq səssiz formada çəkiliş etmək çətin olmuşdu. Raul artıq böyüyürdü və videoları alt yazı yazmaq çox zaman alırdı. Çətinliklə də olsa səsli paylaşım etməyə icazə verdi və beləliklə bu yerlərə gəlib çıxdıq. Səsli paylaşım etdikdən sonra kanalda aktivlik daha da çoxaldı. Çox şükür bu günümə izlənmələr hal-hazırda qane etməsə də, amma yaxşıdır, pis deyil. Və burada da qızlar biraz da videodan danışım. Burada da artıq qablarımı yuyuram, quruluyub qutularına yerləşdirirəm. Hamısını yaxşı ki qutusunu saxlamışdım. Bilirdim ki, yəni nə də olsa yeni evdir. Maksimum 2 ay bunları istifadə edəcəm. Daha sonra artıq qutularına yerləşdirib gizlətməliyəm ki, gələn ilə də sərgəli şəkildə qalsın. Bəzən olur, Raul şkafları açır, qablarla çox oynayır. Ona görə mətbəx dolablarının içərisinə yerləşdirmədim. Həm də mətbəxin balaca olduğu üçün elə qutularını da saxlayıb qoyacağam divanın altına. Bu balaca yolkanı da tez-tez soruşursunuz ki, hardan almışam. Yusk deyə bir mağaza var. Oradan 10 manata almışdım, səhv eləmirəmsə. Keçən ildə bir çox yerdə filialları var. Çox da maraqlı ev əşyaları var. İnşallah bir gün orada getməyə qismət olar. Amma belə bir xanımda görmüşdüm. Yuskdan aldığını qeyd eləmişdi. Mən də elə yoldaşıma demişdim ki, bir dənə zəhmət olmasa get al. O da sağ olsun gedib almışdı. Bunları da elə bu il Sədərəkdən aldı. Qiymətlərini heç birini xatırlamıram, amma çox gözəl idilər hamısı. İnşallah ilin sonunda yenidən birlikdə çıxardıb istifadə eləyərik. Ümid eləyirəm ki, artıq o zaman 100.000 abunə olmuş olarıq və burada da bir boşluq tapmışkən sizlərdən xahiş edirəm ki, əgər kanalıma abunə deyilsinizsə, zəhmət olmasa abunə olun. Dəstəyiniz mənim üçün önəmlidir. Və suallardan biri, neçə yaşın var, təhsilin varmı, ailədə neçə uşaqsınız, bacı, qardaşın varmı? Çox güman ki, bu xanım məni yeni izləyicilərimdəndir. Çünki oktyabrda
30 yaşımın olduğunu bilmir. Bəli qızlar, 30 yaşım var, amma özümü heç 30 yaşında hiss eləmirəm. Əksinə, nə bilim, ruhum hər halda gəncdir, uşaq kimidir. Təhsilim yoxdur, hər hansısa bir universitet falan bitirməmişəm, elə məktəbi bitirmişəm, onda güc bala ilə, yəni oxumağı o qədər də sevmirdim. Nə yalan deyim ki, əlaçıydım, belə oxuyurdum, yox, oxumağı sevmirdim. 4-5 məktəb dəyişmişdik. Uşaq vaxtı biraz çətinliklərlə çox qarşılaşmışdım deyə, hər hansısa bir oxuma sevinci falan qalmamışdı məndə. Neçə uşaqlıq deyə sualına isə belə cavablayım. Mən tək uşağam, o da niyə? Bu mövzunu artıq neçənci dəfədir səsi qoşuram ki, yazım. Fikrimi düzgün ifadə edə bilmirəm. İnşallah bu dəfə düzgün cavablayaram sualı. Deməli, neçə uşağı? Tək uşağam. Çünki bizdə ailə deyə bir şey olmuyor. Mənim anam ilə atam, yəni doğma anam ilə atam, yəni mən dünyaya gəldikdən sonra ayrılıblar. Mən anamın atasının evində dünyaya gəlmişəm, yəni o dərəcə. Doğma atam yaşayır, mən bilən, yəni ən son yaşayırdı. Gürcüstanda öz ailəsi var. O haqqda danışmaq istəmirəm. Doğma anam mən 4 yaşında olarkən mart ayının 7-si rəhmətə gedir. Mart ayının 6-sı həmin o sevdiyi şəxsin ad günü gecəsi yatır və mart ayının 7-si artıq səhər oyada bilmirik və həmin o səhnə mənim gözümün qabağındadır. Mən 4 yaşında olarkən anam rəhmətə gedir və mən anamın atası və anasının, nənəm və babamın himayəsində böyüyürəm. Biz bu mövzulara niyə gəldik çıxdıq bilmirəm, amma sualınızı cavabladım. Yəni ki, mən tək uşağam. Burada artıq mövzunu bağlayıram. Burada Raochika bir baxın, gör necə şirinliklər eləyir. Gəlib divanın altındakı qabları qurtdalayır. Mən də icazə vermirəm. Əlimlə də divanın üzərini tutmuşam ki, düşməsin. Son olaraq da onu qeyd edeyim ki, həmişə mama dediyim insan da əslində mənim nənəmdir. Çox şükür bu günümə. Allah mamanı da mənə çox görməsin. Allah yoldaşımdan da razı olsun ki, bu baxımdan həmişə mənə dəstək olub. Həmişə də qeyd edib ki, sənin heç kimə ehtiyacın yoxdur. Və bir çırpma ilə də yolkanı yığıram, ortalığı təmizləyirəm. Bir çırpma ilə dedim, amma yəni o qarları tökülən yolkanın yığımı və təmizliyi artıq siz düşünün necə yorulmuşam. Və son olaraq da bu sualı cavablayıram. Artıq digər videolarım, çünki üzərinə səs yazmışam deyə orada rahat danışa bilməyəcəm. Deməli, bir xanım yazıb ki, salam, mənə maraqlıdır ki, YouTube-dan heç pul qazanmısınız. Mən hələ YouTube-dan pul çəkməmişəm, nə yalan deyim. Çünki məndə orada limiti böyük məbləğ qoymuşam, yəni $1000 qoymuşam. Əslində $100 olanda artıq çıxarmaq olur, amma məndə $100 təzəlikcə yığılıb, hardasa $101-102 falan belə bir şey var. Onu da daha əvvəl məbləği çoxaltdım ki, çünki $100 məsələn mən çıxartmağa istəsəm, hal-hazırda bir çox yerlərə getməliyəm. Salam qızlar. Hal-hazırda diş həkimindən çıxmışam. Nervi falan biraz ağrıyırdı. Nəysə, o hissələri danışmayım. Çox yaxşı mövzular deyil. Deməli, yol üstü ilə gəlmişik. Burada bir dənə mağaza gördüm. Matras mağazasıdır. İndi hal-hazırda yoldaşım düşüb. Matras alır. Bilirsiniz ki, evimizin neçə vaxtı matras almağı düşünürdüm. Hər dəfə ertəliyirdik ki, bugün sabah. Dişimi görə də biraz çətin danışıram, üzr istəyirəm. Yoldaşım girib mağazaya matras almağa. Yoldaşım maşından düşəndə deyir ki, səninlə çölə bayra çıxmaq rasotdur. Çünki gördüm ki, mağazanın qabağına matras qoyublar. Bizdə də bilirsiniz də neçə vaxt paylaşmışdım ki, bəs matras almağı düşünürəm. Dedim, belə matrası da alaq, ataq maşına. İndi görək, gəlsin. Cüklənəm sizlər üçün. Hal-hazırda içəridədir. Bunlar yaxşı ki, ölçüsünü də bilirdim ki, neçədir evimizdəki kravat. İndi onun ölçüsünə uyğun inşallah alıb gələr. Almasa heç nə. Alsa da göstərərəm sizə. Və qızlar, bu da matrasımız. Evə gəldik. İndi birazdan dəyişərəm. Çıxardaram digər matrası. Bu hissəsində belə boz detaydır. 160 manatdır səhv eləməmsə. O $100 mənim tam olaraq kartıma köçməyəcək. Onun sığortası var, nəsə vergisi falan. Yəni çox uzun məsələdir. Bank sistemi ilə əlaqəlidir. Gedib bankda hər hansısa bir ödənişləri etməliyəm. Ona görə də elə də qalıb, heç çıxartmamışam və dediyim kimi $1000 yüksəltdiyimə görə $1000 olmamış da çıxarda bilməyəcəm. O da haçansa olar ya olmaz. Yəni ki, qalıb orada elə qızlar. Hələ dəyməmişəm oradakı pula, elə $100 olaraq qalıb. Burada da daha əvvəl xəyalımdakı ev üçün aldığım yataq dəstlərini göstərirəm sizə. Candan Tekstildən almışdım. Bunları seçmə səbəbim isə həm endirim olmuşdu. Birini 20 manat almışdım səhv eləmirəmsə. Həm də ki, pasteli rezinlidir. Matrasın üzərinə tam bir şəkildə oturur. Elə düşündüm ki, eybi yox, bir dənəsini çıxardım, istifadə eləyim. Digərinin üzərindəki şəkilləri daha çox sevməyimə baxmayaraq, bu Love yazılı olanı çıxartdım, yudum. Dediyim kimi, sevgililər gününə özəl dekorlar almışam deyə, elə dedim bununla üst-üstə düşər. Digər dekorlarım da gələndə, onları da istifadə eləyəcəm evdə. Çıxarmışkən bunu çıxarım. Həkimdən gələndən sonra da elə ən rahat yemək olan mərci yeməyi var idi. Qaynatan bişirmişdi, sağ olsun, əllərinə sağlıq, çox dadlı alınmışdı. Elə onu yedim. Çünki səhər gedəndə də aclığım yox idi deyə heç nə yeməmişdim. Və
burada da süfrəni yığıram artıq. Sərgiyə salıram ortalığı. Keçən dəfə bir izləyici yazmışdı ki, bir dənə limonlu runner alıb, dayı bilmir neynəsin, necə çəksin. İnanın qızlar, bəzən belə yorumlara o qədər gülürəm ki, yəni, nə bilim, heç nə nail olmayan insanlar, öz evində hər hansısa bir problemi olan insanlar girirlər sosial mediaya, qabaqlarına ilk çıxan bir videoda hər hansısa bir qüsur axtarırlar, tapmayanda nəyəsə lağ eləyirlər, nə bilim, Allah hər kəsin ürəyinə görə versin. Amma həmişə mən çalışmışam ki, heç kimin xətrinə dəyməyim. Hətta kiməsə layiq olduğunda belə nəsə artıq söz deyəndə sonradan öz-özümə pis olmuşam ki, axı mən niyə dedim, lap o mənə qarşı nəsə pislik eləyir, uşağım mənim xətrimə dəyib, amma mən niyə onun xətrinə dəyirəm ki, ya nəsə incidirəm, onu incidəcək söz deyirəm. Ona görə də çalışmışam heç vaxt heç kimin xətrinə dəyməyim. Ən azından vicdanımın rahatlığına görə özümə bunu borc bilmişəm ki, axşam yastığa başımı rahat bir şəkildə qoyum. Allah islah etsin hamısını. Və qurutmaya da paltaları atarkən, əsasən də pastelləri atarkən qatlayıb qoymağı tövsiyə edirlər ki, o pastellər böyük olduğu üçün fırlananda çox açılır və yastıq üzləri içərisinə girir. Ona görə məsləhət görürlər ki, qatlayıb qoyasınız ki, o yəni fırlandıqca çox açılma olmasın və hər tərəfi qurusun. İndi qurutmanı qoşuram. Daha sonra aparıb yeni pastellərimi də matrasın üzərinə salacağım. Əslində burada pastelin rejim var. Pastelini bil yox, yəni yataq dəstləri üçün rejim var. Sadəcə mən çox saat tələb elədiyi üçün, yəni 1 saat yarım olduğu üçün həmişə bu digərində qoyuram. Vlajnosti yüksək dərəcəyə qaldıram ki, içərisində nəmli qalmasın. Bunu azaldıb çoxaltmaq da olur. Bir də burada anti-isminaniya qoyanda da, yəni ütüsüz, qırışsız bir şəkildə çıxardır və qoşdum. Yəni içərisindəki suyu da atım. Burada suyu yığılır. Bunu da çıxardıb atım. Qurutum özü üçün işləsin. Sonlara doğru isə qızlar, inanmayanlar var idi. Keçən dəfə şərhlərdə görmüşdüm ki, bu hədiyyələr həqiqətən göndərilir ya yox. Buyurun qızlar, baxın. Hələ ki 3 bacımız şəkil atıb. Hər biri də öz hədiyyələrini qovuşublar. Can sağlığı ilə istifadə eləsinlər bir daha. Siz isə abunə olun ki, bəlkə gələn dəfə hədiyyəni sizə göndərdim. Mənə dəstək olun ki, yanvar ayının sonunda 15.000 olaq. Qızlar, matrası da dəyişdim. Gördüyünüz kimi çox da gözəl oldu. Qiymətini qeyd eləmişdim də, yadımda deyil. Amma yenə dediyim 160 manat aldıq. Bu yeni yataq dəstəsində sərdim. Şkafdan çıxartdım, almışdım, amma heç istifadə eləməmişdim. Elə yığırdım ki, inşallah başqa bir yer üçün istifadə eləyərəm, amma bura qismət imiş. Dedim, həm də yeni matrasa, yeni yataq dəstəsi sərim, daha gözəl olsun bu otaq. Həm də sevgilər günü özəl belə ürəkli falan dekorları istəyirəm, bilmirəm. Hələ ki fikirləşirəm, tam dəqiq bilmirəm. Ola bilsin alaram, ola bilsin almaram. Bayaqlarda elə paltalar tünərkən şkafora çəkmişdim, orada da qaldı. İndi gedirəm mən digər işlərimi görməyə. Buranı da sizə göstərmək istədim. Son olaraq qəşəng oldu, xoşuma gəldi. Axır ki, bura matras almış olduq, şükür Allaha. Yəni ki, belə qızlar, bunu da dedim göstərim. Və burada isə qızlar qonaqlığa getmişdi. Yoldaşımın xalası əllərinə sağlıq. Həm pirajki, həm çiğ köftə, həm belə bir pirojna bişirmişdi. Hamısı bir-birindən ləzzətli idi. Qabları da yəqin ki, xatırlayırsınız da. Ad günündə mən almışdım, ona hədiyyə eləmişdim. O da tərəzi bürcü olduğuna görə bilirsiniz ki, biz tərəzilər qab görəndə ürəyimiz gedir. Ailəlikcə getmişdik. Gözəl bir vaxt keçirdik. Bir daha təşəkkür edirəm. Əllərinə sağlıq olsun. Burada da artıq vlogumu sonlandırıram qızlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.